Hicri qəməri təqvimi ilə ilin ilk ayı olan Məhərrəm ayının daxil olması ilə İslam aləmində böyük bir hüzn dönəmi başlayır. Məhərrəmlik Həzrəti Muhəmməd Salavatullahın sevimli nəvəsi İmam Hüseyn əleyhissalamın və onun sadiq tərəfdarlarının Kərbəla çölündə şəhid edilməsinin anıldığı bir matəm mərasimidir. Əsrlərdir ki, şiələr və bu faciənin böyük kədərinə hörmətlə yanaşan hər bir şərəfli insan bu ayda İmam Hüseynin və Kərbəla şəhidlərinin xatirəsini ehtiramla yad edərək yas saxlayır. Mənəvi bir qayda olaraq, bir insanın ən yaxın doğması dünyasını dəyişdikdə, o müəyyən müddət əyləncədən uzaq durur, şadlıq etmir və təbii bir ehtiyacla yas saxlayır. İmam Hüseyn əleyhissalam isə təkcə öz dövrü üçün deyil, bütün bəşəriyyətin azadlığı, şərəfi və ədaləti üçün qiyam etmiş, bu yolda canını, ailəsini və əshabını qurban vermişdi. İnsanlığa ləyaqət dərsi keçən belə bir rəhbərə yas saxlamaq hər bir vicdanlı insanın mənəvi borcudur. Məhz buna görə də bu müqəddəs ayda toy, ad günü, şənlik və ümumiyyətlə əyləncə xarakterli tədbirlərin keçirilməsi bu böyük matəmə hörmətsizlik hesab olunur və haram buyurulmuşdu. Kərbəla hadisəsi sadəcə tarixi bir qarşıdurma və ya müəyyən bir qrupun faciəsi deyil. İmam Hüseyn əleyhissalam hərəkatının çağırış dairəsi heç bir zaman məhdud olmamışdı. Onun gerçək müxatəbi bütövlükdə insan və bütün bəşəriyyətdir. Çünki Həzrət Hüseynin qaldırdığı bayraq zülmə qarşı dirəniş, haqq ədalət və insan ləyaqətinin qorunması bayrağıdır.